Deməli, gəlin davam eləyək review lent tabı ilə. Review'nun da özünün müəyyən qrupları var. Əvvəlcə baxaq proofing qrupuna. Ümumiyyətlə, proofing yazı qaydaları mənasına gəlir, yəni düzgün yazılış mənasına gəlir. Burada spelling, grammar əmri var. Bu, orfoqrafik və qrammatik səhvləri yoxlamaq üçün istifadə olunur. Klaviaturadan qısa yolu isə F7 düyməsidir. Yəni, orfoqrafik və qrammatik səhvləri yoxlamaq üçün istifadə olunur. Klaviaturadan qısa yolu F7 düyməsidir. Orfoqrafik səhvlərin altından qırmızı xətt, qırmızı dalğalı xətt, qrammatik səhvlərin altından isə göy, yəni mavi dalğalı xətt çəkilir. Deməli, spelling, grammar, orfoqrafik və qrammatik səhvləri yoxladı. Qısa yolu F7-dir. Orfoqrafik səhvlərin altından qırmızı, qrammatik səhvlərin altından isə mavi dalğalı xətt çəkilir. Bundan başqa Caesarus var. Bu hansı hissədir? Klaviaturadan qısa yolu, burada da görürük, Shift F7 düymə kombinasiyalarıdır. Bu sinonim deməkdir. Yəni, istədiyimiz sözün sinonimin, oxşarın bizə, belə deyək, ekrana çıxaran bir əmrdir. Bundan başqa burada var word count. Bu da sözdə olan simvolları, boşluqları, yəni onlar hamısını bildirir və bir də ora daxil olmaq üçün aşağı hissədən buradan words yazılana gəlib. Ben buradan da o hissəyə baxa bilərəm. Yəni eyni şeydir. Bir dənə səhifəm var. Words 58 sözdür. Karakter simvolların sayıdır. No space o deməkdir ki, boşluqsuz. Yəni boşluqsuz 387 dənə simvolum var. With space boşluqla birgədir. Boşluqla birgə 443 dənə simvolum var. Paragraf abzasım 2 dənədir. Line sətrim də 7 dənədir. Bundan əlavə testdə necə düşə bilər? Məsələn, bu karakter no space ilə karakter with space verər. Deyər nə qədər boşluq var. Təbii ki, boşluqdan, yəni with space olandan no space çıxsam, orada boşluğun sayını mən tapa bilərəm. Yəni bu formada. Sonra burada read aloud var. Bu nədir? Read aloud da bunu vursam hal-hazırda mətni mənim üçün oxuyacaq. Yəni mətni səsli şəkildə oxumaq üçün istifadə olunur. Bundan başqa check accessibility bu əlavə, məsələn, imkanlar, geniş imkanlar əlavə etmək üçün istifadə olunur. Language dil hissəsidir. Buradan dili dəyişə bilərəm. Translate isə translate yəni tərcümədir. Sözləri tərcümə etmək üçün istifadə edə bilərəm. Buradan da dili seçə bilərəm. Sonra comment, kommentariyalar, şərhlər əlavə etmək üçün istifadə olunur. New comment, yeni bir comment əlavə etsəm, buradan delete onu silə bilərəm. Yəni bunlar aktivləşəcək. Delete edib silə bilərəm. Preview əvvəlki rəyimə qayıda bilərəm. Next sonraki rəyimə gedə bilərəm. Yəni bu show comments-də kommentariyaları göstərmək deməkdir. Yəni comments hissəsi belə deyək. Buna haşiyə də deyirlər nəzəriyyələrdə. Bəzən haşiyələr kimi də oxuna bilər kommentariyalar, şərhlər. Bu belə. Bir də bundan əlavə biz insert belə deyək, tabında da şərhlər əlavə edə bilərdik. Insert tabında danışmışdıq ki, oradan da şərhlər əlavə etmək mümkündür. Yəni şərh desə hardan əlavə edə bilər review'da, bir də insertdən. Sonra burada var tracking. Tracking ümumiyyətlə izləmək deməkdir. Bəli, ingiliscə tərcümədə tracking izləmək deməkdir. Yəni tracking change dəyişiklikləri izlə mənasındadır. Etdiyim nə yeni dəyişiklik etmişəmsə sənədə, yəni mən onu izləyə bilərəm. Məsələn, bütün dəyişiklikləri izləyə bilərəm. Bundan başqa yenə change hissəsi var. Change də müəyyən bu da dəyişikliklər deməkdir. Belə deyək də, məsəl üçün bu ləğv etməkdir, accept dəyişikliyi qəbul etməkdir, reject ləğv etməkdir, preview əvvəlki dəyişiklik, next sonraki dəyişikliyə keçməkdir. Yəni bunları bildirir. Bu hissələr rahatdır, adından da tapmaq olar. Sonra compare hissəsi, bu müqayisə etmək deməkdir. Belə deyək də, bir neçə sənəd açsam, mən həmin sənədləri müqayisə edəcək. Compare. Müqayisə etmək deməkdir. Burada növbəti qrup protect qrupudur. Bu nə deməkdir protect?
paylaşmaq mənasında. Əgər belə deyək də, sənədi lokal şəbəkədə paylaşıbsa, bu müəllifindən əlavə sənədə başqa kimlərinsə əli yetərliyin bloklamaq üçün istifadə olunur. Yəni kimsə sənədə daxil olubsa, yəni onu redaktə etməsinə icazə vermir həmin sənədi, onları bloklayır. Sonra burada restrict editing var. Bu da ki, redaktə etməni məhdudlaşdırmaq deməkdir. Misal üçün, icazə vermir ki, belə deyək də, yenə dediyim kimi, bəzi şəxslər daxil olub burada redaktə edə bilsin. Yəni müəllifindən kənar şəxslərin daxil olub redaktə etməsinə icazə vermir. Bir də burada hide ink əmri var. Bu da məsələn görünüşünə görə baxa bilərsiniz. Əgər qələmlə mən nəsə yazmışamsa, həmin onu o yazdığımı gizlədə bilər. Məsələn gizlədər, sonra da göstərə bilər. Hide ink əmri, yəni o qələmlə edilən düzəlişləri gizlətmək üçün istifadə olunan əmrdir. Davam eləyək View tabı ilə. View ümumiyyətlə görünüş deməkdir və özünün müəyyən qrupları var. Əvvəlcə Views qrupuna baxsaq, bunlar oxuma rejimi üçün belə deyək də, görünüş rejimləridir. Read mode oxuma rejimidir. Oxuma rejimində, belə deyək, oxuma rejiminə daxil olsam, bu formada. Burada lent tabları görürük ki, görsənmir, yəni tablarımız yoxdur. Xəttkeşlərimiz, üfüqi şaquli xəttkeşlərimiz görsənmir. Amma əgər ki, qrafik təsvir olsa, yəni hər hansısa bir şəklim olsa, qrafik təsvirlər görsənəcək. Yəni problem yoxdur. Sonra print layout, bu da çap düzənidir. Belə deyək, çap etmək üçün istifadə olunan bir görünüş rejimidir. Print layout hissəsində lent tabları görsənir. Üfüqi şaquli xəttkeşlərim də görsənir, qrafik təsvirlərim də. Yəni bir problem yoxdur. Sadəcə sənədi çapa göndərən zaman istifadə etmək olur. Web layout da web səhifə düzənidir. Web səhifədə də lent tablarım görünür. Xəttkeşlərdən üfüqi xəttkeşlərim görsənir web layout rejimində. Amma şaquli xəttkeşlərim yoxdur. Qrafik təsvirlərim də görünür. Bir problem yoxdur. Sonra outline rejimi nədir? Outline rejimi də sırf yazıları göstərir mənim üçün. Belə deyək, outline rejimində xəttkeşlərim yoxdur. Lent tablarım görsənir outline rejimində. Xəttkeşlərim, heç bir xəttkeşim yoxdur. Üfüqi və şaquli xəttkeşimi istifadə etməyəcəm. Yəni görsənmir. Qrafik təsvirlərim də görsənməyəcək. Yəni qrafik təsvirin də olmadığı rejimdir. Baxın bu formada. Sırf yəni yazıları göstərən bir rejimdir. Bundan başqa deməli, burada bir də draft rejimi var. Draft qaralama rejimidir. Bu da mətni sürətli şəkildə redaktə etmək istəyirəmsə, yəni dəyişiklik etmək istəyirəmsə, draftdan istifadə edəcəm. Draftda da tablar görsənir, üfüqi xəttkeşim görsənəcək, amma şaquli xəttkeşim görsənməyəcək. Və qrafik təsvirlər də draft rejimində hər hansısa qrafik təsvirim olmayacaq. Yəni yoxdur bu formada. Bu oldu bizim Views qrupunun əmrləri. Belə bir sual düşə bilər ki, belə deyək də, Word proqramında vəziyyət sətrində hansı görünüş rejimləri yoxdur və yaxud hansı görünüş rejimləri var. Buradan vəziyyət sətrinə gəlsəm, baxın, bu read mode oxuma rejimi var, print layout çap rejimi də var, buradan web layout səhifə düzəni rejimi də var, web səhifə rejimi də var. Amma bu iki rejim, yəni outline və draft rejimi vəziyyət sətrində yoxdur. Yəni bu sual kimi testlərdə qarşınıza çıxacaq. Sonra burada immersive var. Immersive nə deməkdir? Ümumiyyətlə diqqətli oxumaq mənasında gedir. Yəni istəsə fokuslayıb, yəni müəyyən hissəni seçib oxumaq mümkündür. Diqqətli oxu mənasında. Yəni bu formada. Sonra burada page movement hissəsi var. Bu nə deməkdir? Page səhifədir, movement hərəkət deməkdir. Yəni səhifələrin hərəkəti mənasında. Mən səhifəni vertikal olaraq, belə deyək, yuxarı aşağı hərəkət etdirə bilərəm, bir də yanaşı hərəkət etdirə bilərəm. Yəni yanbayan səhifələr arasında keçid edə bilərəm.
bir yuxarıdan aşağıya doğru və yaxud yanbayan formatında bunu göstərə bilərəm. Sonra növbəti qrupum show göstərmə qrupudur. Burada məsəl üçün rol və xətt keşlərimin üstünə vurmasam, bax xətt keşlərim itdi. Yəni üfüqi və şaquli xətt keşlərim getdi. Üzərinə vursam gələcək. Grid lines tor xətlər mənasındadır. Grid lines'a vursam bu hissədə mənim tor xətlərim görsənəcək. Proqramda olan tor xətlər görsənəcək. Navigation pane də naviqasiya panelidir. Yəni bunu vursam naviqasiya paneli açılacaq. Naviqasiya panelində də heç nə. Burada müəyyən, məsəl üçün, hansı başlıqlarsa təyin etmişəmsə başlıqlara baxa bilərəm. Sonra əlavə olaraq da belə deyək, PX səhifələr var. Onları baxa bilərəm. Buradan search document, mən istədiyim sənədi axtara bilərəm naviqasiya panelində. Yəni bu formada. Bu da oldu bizim show qrupu. Deməli, views qrupundan danışdıq, immersivedən danışdıq, page, movement və show qruplarından danışdıq. Sonra bizdə gəlir zoom. Zoom nə idi? Miqyas. Miqyas deyirik ki, Word sənədində minimum 10%, maksimum isə 500% arasında dəyişir. Və susma halında isə daxil olanda 100% təşkil edir miqyasın ölçüsü. Burada indi zoom deyəndə, zoom elə özü miqyasdır. Yəni miqyası dəyişdirmək üçün mən bunu istifadə edə bilərəm. Yəni istəsəm buradan miqyası neçə faiz istəsəm seçə bilərəm. 100% bu hissəsi sənədi hər dəfə 100% böyütmək üçün üstünə vursam 100% böyütmək üçün istifadə olunacaq, yəni böyüdəcək. Sonra one px var. Bu da sənədi belə deyil, elə miqyasını elə formada dəyişdirir ki, bütöv bir səhifədə sənəd görsənilir. Bütöv bir səhifədə sənədi göstərmək üçün. Yəni one px nə deməkdir? Bir səhifə. Yəni elə formaya salır ki, bütün sənədi bir səhifədə göstərmək üçün istifadə olunur. Bundan başqa deməli multiply px var. Bu da çoxsaylı səhifələr deməkdir. Yəni sənədi miqyası elə formada dəyişdirir ki, məsəl üçün bir dənə pəncərəyə 2 dənə səhifə yerləşdirmək mümkün olur. Sonra page bizdə sənədin enidir. Bu da miqyası elə formada dəyişdirir ki, artıq bu zaman səhifənin eni pəncərənin eninə uyğunlaşacaq. Yəni səhifənin eni pəncərənin ümumi eninə uyğunlaşmış olacaq. Deməli, bir də deyəcəm, dedik ki, zoom miqyas deməkdir. Buradan miqyası dəyişdirə bilərik. Sonra 100% olduqda artıra bilərik miqyası. One page o deməkdir ki, bütün sənəd bir səhifəyə yerləşir. Burada elə şəkil əsasən də baxıb deyə bilərik ki, bu hissədə çoxsaylı səhifələr deməkdir. Belə deyək, bir pəncərəyə 2 səhifə sığışdıra bilir. Və page width də səhifənin enini elə dəyişdirir ki, səhifənin eni pəncərənin eninə uyğun gəlir. Digər qrupum window pəncərələr qrupudur. Pəncərələr qrupu nədir? Ümumiyyətlə, burada new window yeni pəncərədir. Yəni, sənədi yeni bir pəncərədə açmağa icazə verir. Bundan başqa bu hissədə arrange all o deməkdir ki, hamısını nizamlamağa, yəni bütün hamısını nizamlamağa icazə verir ki, pəncərələrin hamısını bir ekranda göstərir, yəni bir ekranda yığır. Split isə bölmək deməkdir. Split ortadan da xətt çəkilir. Bölmək mənasındadır. Belə deyək, sənədin müxtəlif hissələrinə baxmaq üçün istifadə olunur. Yəni iki hissəyə bölür və baxmağa icazə verir hansı hissələri istəyirəmsə. Sonra burada indi view side by side əmri var. Bu side by side ümumiyyətlə Windows-dan bilir ki, yan-bayan görünüş deməkdir. Yəni iki sənədi yan-bayan açmağa, yan-bayan yerləşdirməyə icazə verir. Sonra buna deyirik sinxron sürüşdürmə. Sinxron sürüşdürmə nədir? Belə deyək, sənədə əgər mən birini sürüşdürmüşəmsə, bir sənədimi, digərini də həmin mövqedə sürüşdürməyə icazə verən bir əmrdir. Sonra reset window position. Bu da belə deyək də, yan-yana görünüşdə pəncərəni daha belə deyək, görünüşünü tənzimləmək üçün istifadə eləyir. Sonra
Bundan başqa burada var switch window əmri var. Bu da ki switch ə, digəri deməkdir. Yəni başqa bir pəncərəyə keçid etməyə icazə verir. Ə, Bundan başqa burada bizim var makroslarımız. Bu əmrdə belə deyək, tez-tez istifadə olunan bəzi əmrlər var ki, onları bir yerdə birləşdirməyə icazə verir ki, bu da Visual Basic dilində yazılmış belə deyək, yəni Visual Basic proqramında yazılmış əmrləri birləşdirməyə icazə verir. Yəni bundan tez-tez sual düşə bilər ki, Microsoft Office proqramlarında hansı dildən? Deyə bilərik ki, Visual Basic dilindən istifadə olunub ki, o da makroslar hissəsində.